Bu il havaların qeyri-sabit keçməsi və yağıntıların normadan artıq olması Xaçmazda gilas bağlarına ziyan vurub. Meyvə bağlarında demək olar ki, əksər meyvələr ağacda çürüyərək məhv olub. Fermerlər çətinliklə üzləşiblər. Oxşar mənzərə rayonun Qoçaqlı, Hacı Məmmədova və Yeni Sudur kəndlərində də yaşanır. 2 hektara yaxın gilas bağım var. Orada 3 illik də var, 12 illik də var, 20 illik də var. Hətta bir ağac var bağımda 47 il yaşı var, 47 yaşı. O ağacdan da 50% demək olar çürüdü. Bir ağacda 120 kilogram var idisə, böyük 18-20 ilin ağacında. Bu il o ağacdan bir karzın 6 kilo ya 5 kilo gilas çıxdı. Dərman hər 10 gündən dərman atmışıq. Çürümənin də qarşısını ala bilmədik. Keçən il 20-25 min manat götürmüşəm. Bu il 900 manat dərmana borcum var. Heç 1000 manatı mal yığmamışam. İndi dərmanın pulunu nə ilə verəcəm onu bilmirəm. Sığorta elətdirməmişəm. Bilsəydim vaxtında elətdirərdim. 3 hektar, 4 hektar arası gilas bağımız var. 100-ün 10%'i belə qalmadı. Keçən il demək olar ki, 6 manatdan aşağı düşməyib. Qiymət məsələsi 2 manat, 1 manat 50 köpük, 2 manat 50 köpük arasıdır. Onu yığmaqdansa elə ağacda qalmağı məqsədə uyğundur. Hektara 20-25 min manat. Yəni gəlirsə keçən il məsəl üçün bu il 1000 manat olmuyor. Heç texnikanın, yəni dərmanın pulu eləmir. Ötən illə müqayisədə 2 dəfə ucuz. El arasında Xrustal Napolyon deyirlər ki, sən bu 8 manat alırdıq kilosunu, indi alırıq 4 manata, 4.50-yə. Bu gilası alırdıq ki, sən 5 manata, indi alırıq 2 manata, 1.50-yə. Çünki keyfiyyətli deyil, bazara gedib çıxmır gilas. Keçən il burada dayanıb 4 ton mal qəbul edirdiksə, indi 2 ton yarım ancaq mal qəbul edə bilirik. Yağışdan qabaq və yağışdan sonra dərhal ilaclamalar, dərmanlama aparılmalıdır. Yağış zamanı göbələk xəstəliklərinin artması çox olur. Ona görə həmin göbələk xəstəliklərinə qarşı dərmanlardan istifadə etmək lazımdır. Bunlar vaxtında olunmayanda çürümə xəstəlikləri baş alıb gedir. Məsələn, böyük fermerlər var, bu tədbirləri vaxtında icra edirlər. Hal-hazırda da həmin böyük fermerlərin bağlarında heç bir problem yoxdur. Ancaq kiçik bağlar var, bəziləri çatdıra bilmir, ola bilsin dərman çiləyici tapa bilmir və yaxud dərmanı vaxtında ata bilmir, ona görə bu hallar baş verib. Hətta gələn ilin meyvə tumurcuqlarının tutması üçün indidən bu tədbirlər görülməlidir ki, gələn ildə bu problemlər yaşanmasın. Belə bir şəraitdə mütləq vacibdir ki, sığortalansınlar, aqrar sığortaya müraciət etsinlər.